Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərimiz. Sizinlə Mətanət Əliyevadır. Studiyamızda Bakı vaxtıdır. Bugünkü mövzumuz kiber təhlükəsizlik, kiber cinayətkarlıq və bu cinayətkar əməllərlə vətəndaşların bank kartlarından talanan vəsaitlərlə bağlı olacaq. Bu istiqamətdə yaranan suallar və həmin suallara studiyamızın qonağı dəyərli ekspertimizlə cavab axtarmağa çalışacaq. Bugünkü qonağımız İnformasiya Texnologiyaları İnstitutunun Assainset Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevdir. Babək müəllim, xoş gördük. Xoş gördük, Mətanət xanım. Az öncə də qeyd etdiyim kimi bugünkü mövzumuz kiber cinayətkarlıq və bu yolla vətəndaşların bank kartlarındakı maliyyə vəsaitlərinin talanması ilə bağlı olacaq. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin fevral ayının əvvəlində açıqladığı rəsmi məlumata görə ötən 2024-cü ildə xarici kiber müdaxilələrlə 16.804 fakt üzrə vətəndaşların aldadılaraq bank kartlarından 22.442.838 manatdan artıq vəsait talanıb. Sizcə bu rəqəm, yəni açıqlanan rəsmi statistika real vəziyyəti nə qədər özündə əks etdirir və ya bu rəqəm Azərbaycan üçün böyükdürmü? Buyurun. Təşəkkür edirəm dəvətiniz üçün. Əvvəla bu məsələ çox aktualdır, bəli siz dediyiniz kimi. Azərbaycanda yox, ümumiyyətlə dünyada son belə deyim, faktiki olaraq pandemiya dövründən sonra elektron platformalarda, elektron kommersiya saytlarında və yaxud da ki onlayn ödənişlərlə bağlı pandemiya dövründə ilk il ərzində 100% artım olmuşdu. Sonrakı illərdə isə 50%, təqribən 50% artımla bu davam edir. Yəni hal-hazırki vəziyyətdə onlayn rəqəmsal mühitdə elektron kommersiya, yəni prosesləri çox geniş yəni vüsət alıb və bununla bağlı olaraq da təbii ki müxtəlif statistikalar var. Ümumiyyətlə dünyada bu istiqamət sırf bildiyiniz kimi maliyyə vasitələrinin itkisindən söhbət gedir də bu halda. Maliyyə vasitələrinin itkisində bir çox istiqamətlər var. Burada nə bilim misal üçün təbii fəlakətlər var, misal üçün qanun dəyişiklikləri, qəbul olunmuş standartlara əsasən olan maliyyə itkiləri var, xərclər yaranır və s. Və bunlardan da biri sırf bu rəqəmsal mühitdə olan fırıldaqçılıqdır. Yəni hansı ki bank kartları ilə və digər ödəniş vasitələri ilə bu əldə olunur. Yəni son zamanlarda əsas hansı ki bu maliyyə vəsaitlərin itkisi ilə bağlı olan əsas bəndlərdən biri sırf elə bu rəqəmsal mühitdə olan fırıldaqçılıqdır. Yəni kiber cinayətkarlıq. Bəli, kiber cinayətkarlıq əsasında əldə olunan, yəni qeyri-rəsmi və yaxud da ki bədniyyətli vasitələrin əldə olunan vasitələr və bunun əsasında kimlərsə dəymiş ziyanlar, belə də ümumi formada desək. Və burada ümumi olaraq yəni bir söhbət burada yəni 10 milyard, 20 milyarddan getmir. Yəni siz səsləndiyiniz rəqəmlər var. Yəni burada milyon manatlardan gedir və s. Burada 100 milyard dollar olan vəsaitlərdən gedir. Sırf bu istiqamət üzrə. Azərbaycanla. Xeyr. Dünyada. Dünyada. Təbii ki dünyada. Amma bu yəni belə deyim də bu bunun pis tərəfidir. Azərbaycanda yəni kiber təhlükəsizlik ümumiyyətlə anlayışı yetəri qədər yaxşı belə deyək, platforma əsasında qurulub. Nəyə görə? Çünki Azərbaycanda faktiki olaraq milli kiber təhlükəsizlik indeksi dünya üzrə Azərbaycan 21-ci yerdədir. Qlobal kiber təhlükəsizlik indeksinə əsasən isə Azərbaycan 50-ci yerdədir. Yəni Bu yaxşıdır. Çox yaxşıdır. Yəni çox böyük sürətlə inkişaf gedir bu istiqamətdə. Kiber təhlükəsizliyinin təmin olunmasına söhbət gedir. Yəni kiber təhlükəsizliyin yəni vurulan zərərdən getmir, qorunmaqdan. Yəni bəli, qorunmasından gedir. Azərbaycan bu istiqamət üzrə çox yaxşı və əmin addımlarla irəliləyir və burada belə deyim də 4 mərhələ var. Ən yüksək, biraz yəni inkişafda olan və daha aşağı mərhələlər. Azərbaycan yəni belə deyim də dünyanın bir çox öndə olan ölkələrlə eyni sıralardadır. Yəni bu istiqamət üzrə. Burada bir çox istiqamətlər var. Burada koordinasiya məsələsi üzrə qiymətləndirmə var, elmi təhsil məsələsi üzrə qiymətləndirmələr var. Yəni
bir çox istiqamət, yəni hətta strategiya olsun, qanun olsun, onun icrası olsun və s. bir çox istiqamətlər var ki, orada onun üzrə qiymətləndirmə aparılır və bunun əsasında da həmən yəni bu statistika formalaşır və bu statistikanın əsasında qiymətləndirmə aparılır və qiymətləndirmə ondan göstərir ki, Azərbaycan yenə deyim, əmin addımlarla irəliləyir. Yəni belə deyim də, elə birdən-birə elə olub ki, 30 punkt birdən-birə, bir ilin ərzində 30 punkt irəliləmə baş verib. Amma bununla bərabər olaraq təbii ki, bu bədniyyətlər bəli var və bildiyiniz kimi bu siz deyirsiniz bu elan olunan məlumatlar və s. Rəsmi statistikalar var və bankların da bəzi misal üçün rəsmi statistikaları var ki, misal üçün il ərzində bu kiber cinayət əsaslı rəqəmsal mühitdə baş verən və bank kartları ilə bağlı əməliyyatlar zamanı baş verən hər hansı bir bədniyyətli fəaliyyət üzrə müraciətlər, misal üçün 300 min bir bank üzrə misal üçün 300 min müraciət olunur. 330 neçə min müraciət olunur məsəl üçün. Və bu 330 neçə min müraciətin 70% vətəndaşların xeyrinə həll olunub, 30% təəssüflər olsun ki, misal üçün həll oluna bilməyib. Gördüyünüz kimi burada bu statistikanın dəqiq formalaşması nöqteyi nəzərindən rəqəmsal mühitdə baş verən cinayətlərin məlum olunması və aşkarlanması üçün əsas məsələ burada koordinasiya məsələsidir. Yəni konkret olaraq misal üçün Mərkəzi Bankda kiber cinayətkarlığın təsirinin azaldılması və s. bununla əlaqəli mövzularla əlaqəli strategiya da 2023-cü ildə təsdiq edib ki, və onunla əlaqəli olaraq da banklar və maliyyə sistemləri ona uyğunlaşmalıdır. Bu da yaxşı faktdır ki, artıq bu istiqamət üzrə düşünürlər və üstə gəldi hər bir bankın nəzdində kiber cinayətlərlə məşğul, kiber təhlükəsinin təmin olunmasına məşğul olan təbii ki, xüsusi bölmələr var. Amma bunlar hamısı öz yerində. Sadəcə olaraq bir çox hallarda siz baxsaz statistikaya da görəcəksiniz ki, burada ən çox vətəndaşların məlumatlı olmaması və diqqətsizliyi ucbatından baş verir hadisələr. Yəni misal üçün sizin bank proqram təminatınızda, misal üçün bankın proqramı var telefonunuzda, onun vasitəsilə çox asanlıqla pul köçürmələri olsun, öz maliyyə vəsaitinizə nəzarət olsun, nə bilim idarə hüququnu kiməsə vermək olsun, rahatlıqla misal siz öz kart idarə hüququnuzu hal-hazırda indiki dövrdə rahatlıqla başqa bir şəxsə ötürə bilərsiniz, ailə üzvünüzə və s. və istifadə edə bilər ondan. Yəni bu rahatlıqla bir yerdə bu yaranan təhdidlər var. Təhdidlər də odur ki, misal siz telefonunuzda hər hansı bir proqram təminatı yüklədiyiniz zaman mənşəyi məlum olmayan proqram təminatı yüklədiyiniz zaman o ola bilsin ki, bədniyyətlilər tərəfindən hazırlanmış bir proqramdır. Və o yolla daxil olub sizin vəsaitinizi oğurlayırlar. O yolla rahatlıqla daxil olub sizin telefonunuzu idarə edə bilirlər, sizin vəsaitlərinizi oğurlaya bilirlər, istədikləri əməliyyatlar edə bilirlər. Hətta o dərəcədədir ki, yəni sizin telefonunuzun ekranını söndürürlər və bütün səs sistemini bağlayırlar və sizin telefonda baş verən hadisələrdən heç bir məlumatınız olmur. Və onun əsasında da bütün sizin vəsaitləri çəkə bilər. Tək bu deyil, yəni bir çox faktor var. İndi söhbətimizin əsasında danışarıq. Babək müəllim, siz az öncə Azərbaycandakı indeksin dəyərləndirdiniz və kiber təhlükəsizliklə bağlı Azərbaycanda həyata keçirilən və hazır mövcud durumumuzu dünya ölkələri ilə müqayisə etdiniz. Siz Azərbaycan nümayəndə heyətinin tərkibində Polşada keçirilən böyük bir konfransa qatılmısınız və orada Avropa Elm və Təhsil Şəbəkələr Assosiasiyasının təşkil etdiyi 50-dən artıq ölkənin təmsil olunduğu bu böyük bir tədbirdə Azərbaycan nümayəndə heyəti də iştirak edib, fəal və orada gündəmə gətirilən ümumi strategiya ilə yanaşı bildiyim qədərincə kiber təhlükəsizliklə bağlı məsələlər də gündəmə gətirilib. Və həm konfrans haqqında, həm də Azərbaycanın ümumiyyətlə kiber təhlükəsizlik sahəsində dünya ölkələri ilə apardığı əməkdaşlıqlar və bu sahədə nəzərə çarpan irəliləyişlər, hansı strategiyalar bu dəqiqə tətbiq olunur? Azərbaycan, bax dediniz ki, indeksə görə Azərbaycan irəliləyir. Bu Azərbaycanın tək deyil, əməkdaşlıq qurduğu, inkişaf etmiş ölkələrdəki bu sahədəki qurumlarla birlikdə fəaliyyətidir. Buyurun. Təşəkkür edirəm. Bəli, deməli Polşanın Poznan şəhərində
Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyasının ümumi yığıncağı olmuşdu. İldə 2 dəfə bu keçirilir və biri də mart ayında əvvəlində keçirildi. Bəli, biz də Azərbaycan İnformasiya Texnologiya İnstitutu Azərbaycanı təmsil edir həmən qurumda və orada Avropa ölkələrindən savayı Avropa qonşu ölkələri, yəni bizim kimi və digər mötəbər qurumlar da var ki, hansı ki, onların yəni ümumi yığıncağında iştirak eləyir. Və burada əsas məsələ bu, belə deyək də, böyük bir tədbirdir və burada bura gələn adamlar burada idarə edən şəxslərdir, qərar verən şəxslərdir, mütəxəssislərdir və bunlar böyük bir, belə deyək, mühitdir. Və burada bir çox istiqamətlər var. Bu elmlə təhsil istiqamətləri ilə var və onların da içində kiber təhlükəsizlik də əsas istiqamətlərdən biridir. Çünki bildiyiniz kimi indiki dövrdə hal-hazırda çox aktualdır bu məsələ. Və elm təhsil mühitində də bu aktuallıq iki tərəfli. Həm bunun təhlükəsizliyin təmin olunması nöqteyi nəzərindən aktualdır, həm də bunun elmi araşdırma nöqteyi nəzərindən aktualdır. Və bununla da bağlı olaraq bu belə deyim də, informasiya mübadiləsi, koordinasiya məsələləri aktuallaşır təbii ki. Və burada da əsas məsələlər müzakirə olundu. Yəni burada strategiyalar müzakirə olundu, ümumi elm və təhsil şəbəkələri üzrə istiqamət perspektivləri müəyyən olundu və kiber təhlükəsizlikdə, məsəl üçün, bayaqlarım siz yaxşı qeyd elədiniz, beynəlxalq əməkdaşlıq. Nəyə görə? Əsas məsələlərdən biri, mən bayaq da qeyd elədim, bu indeksdə də koordinasiyadır. Yəni, bu kiber təhlükəsizlik məsələləri ilə ən mübarizəni asanlaşdıran məsələlərdən biri operativ əks əlaqənin təmin olunmasıdır beynəlxalq səviyyədə və bu əks əlaqənin müəyyən formada koordinasiyalı aparılmasıdır. Və yəni bu Avropa belə deyək, ölkələrində də bu əsas məsələlərdən biridir ki, bildiyiniz kimi hər bir ölkənin özünün yanaşması var. Kiber təhlükəsizlik strategiyası var, müəyyən siyasətləri var, müəyyən qanunları var və bunlar hamısı da heç də bir-biri ilə örtüşmür. Müəyyən müxtəlifliklər var. Və bu müxtəlifliklər müəyyən çətinliklər yaradır. Və bu çətinliklərin aradan qaldırılması üçün siyasətlərdə müəyyən harmonizasiya aparılmalıdır. Strategiyalarda müəyyən yanaşmalar, adaptiv yanaşmalar aparılmalıdır. Və bunun əsasında da biz, yəni əsas mövzulardan biri də o idi ki, konkret olaraq bu istiqamətdə işlərin aparılması, müzakirələrin aparılması, işçi qrupların yaradılması, bu istiqaməti üzrə çox gözəl, yəni müzakirələr aparıldı. Biz də təbii ki, aktiv olaraq orada iştirak elədik. Bundan əlavə olaraq Şərq Dəvətdaşlığı ölkələrinin Connect layihəsində də İnformasiya Texnologiya İnstitutu Azərbaycanı təmsil edir birbaşa olaraq. Bununla bağlı da müzakirələr aparıldı. Yəni bu layihənin artıq son dövrünə gəlib çatırıq. Bu dövr ərzində görülən işlər, planlaşdırılan işlər müzakirə olundu və yetəri qədər də, yəni bir 10 il ərzində baş verən bir layihə idi bu. Yetəri qədər də yaxşı nəticələr əldə olunub. Yəni belə yüksək texnologiyalar tətbiq olunub, rəqəmsal texnologiyanın inkişafı yəni göz qabağındadır. Və yaxşı ki, yəni belə hallar var ki, belə bir siz deyən kimi də beynəlxalq əməkdaşlıq əsasında təbii ki, biz də bir Azərbaycanın inkişafı nöqteyi nəzərindən öz töhfəmizi verə bilirik. Babək müəllim, biz bu mövzuya təsadüfən müraciət etməmişik. Kiber təhlükəsizlik, kiber cinayətkarlıq və vətəndaşların maliyyə vəsaitlərinin rəqəmsal talanması, oğurlanması günümüzün təəssüf ki, ən aktual mövzularından biridir. Və hər gün demək olar ki, biz bu faktlarla qarşılaşırıq. Biz bayaq vətəndaşların bank kartlarından vəsaitlərin rəqəmsal oğurlanması ilə bağlı məsələlərə diqqət çəkdik. Amma sizin də bildiyiniz kimi təəssüf ki, vətəndaşların bank kartlarından təkcə bu yolla vəsaitlər oğurlanmır. Eləcə də bank kartlarından fiziki olaraq vəsaitlər oğurlanır. Bununla bağlı sizin fikirlərinizi eşitmək istəyirəm. Vətəndaşlar nələrə diqqət etməlidirlər ki, fiziki olaraq bank kartlarından pulları, vəsaitləri oğurlanmasın? Buyurun. Təşəkkür edirəm sualınıza görə. Bəli, biz bu rəqəmsal mühitdə olan baş verən hadisələrə söz açırıq, amma faktiki olaraq, ilkin olaraq belə deyim də, oğurluqların, bank sistemində oğurluqların
ATM-lər vasitəsilə, yəni bankomat bildiyimiz avadanlıqlar vasitəsilə baş verdikləri ortaya çıxarılmışdı və bu uzun müddət bir aktual bir problemlərdən biri idi. İndi də hal-hazırda bu təbii ki aktualdır və bununla bağlı olaraq da bir çox mübarizə metodları var. Yəni əsas məsələ problemlərdən əvvəl misal üçün baş verən problemlərdən biri nə idi? Kartlar maqnit lentlər var idi. Maqnit lentləri oxudaraq müəyyən avadanlıq yerləşdirdilər ATM-lərə və ATM-lərdə o avadanlığı siz görə bilməzsiniz. Yəni xüsusi diqqətli olmalısınız ki, yəni onu hiss edə biləsiniz. Yəni bir çox hallarda, yəni vətəndaş yəni onu müəyyən edə bilməz. Bununla mübarizə vasitələri var təbii ki. Amma çox çətindir. Yəni onu vizual olaraq görmək, müəyyən etmək, identifikasiya etmək və onun əsasında da bunu yəni öz təhlükəsini təmin etmək çox çətindir. Və bildiyiniz kimi bunun təhlükəsinin təmin olunması üçün təbii ki müəyyən kamera yerləşdirirlər belə deyək ATM-lərə. Jitterlər deyilən bir anlayış var, hansı ki kartları vibrasiya edirdi, kart oxucuya daxil olan zaman ki rahatlıqla bədniyyətlər onu oxuya bilməsin. Amma tamam, yəni bir müddət bundan öncə yəni daha başqa variantlar peyda olmağa başladı. Bunlar kamera sistemləri. Yəni xüsusi, yenə dediyim kimi ATM-in özünün quruluşundan, rəngindən seçilməyən bir kamera yerləşdirirlər, kamera yəni platforması yerləşdirirlər və onun əsasında da vətəndaşlar misal üçün kartı daxil edən zaman kartın üstündəki kodu oxuyurlar. Məsəl üçün. Sonra PIN kod vətəndaş PIN kodu yığır. PIN kodu onun kameranın vasitəsilə götürə bilirlər. Bəli, və ona görə də bir çox hallarda misal üçün məsləhət görülür ki, diqqətli olsunlar vətəndaşlar. Ondan əlavə olaraq da kodu yığan zaman yaxşı olar ki, yığdıqları kodun üzərini əlləri ilə örtsünlər. Ki bu qıraqdan kimsə bunu, yəni kamera vasitəsilə qeyd alıb sonra ondan istifadə edə bilməsin. Hətta belə faktlar var ki, dünyada baş verən belə bir faktlar olub ki, misal üçün və qapalı məkanlarda, yəni belə deyək də, müəyyən ticarət mərkəzlərində və yaxud da müəyyən hansısa bir qapalı yerin nəzdində olan ATM-lərdə bildiyiniz kimi təhlükəsizlik kameraları olur. Hansı ki ATM-in özünə yox, həmən yerləşdiyi yerə aid olan. Onun kameranı ona yönləndirməklə həmən o məlumatları müəyyən formada oğurlanmasını təmin edə bilirdilər və bədniyyətlilər. Və ona görə də bunun ən yaxşı demək qorunma üsullarından biri təbii ki, birinci diqqətli olmaqdır. İkincisi də ki, kodu yığan zaman yəni əlinizlə kodu örtməyinizdir ki, yenə deyirəm, kənardan həmən yəni sizin bank kartının ələ keçirilməsindən bağlı müdaxilələr olmasın. Babək müəllim, internet resurslarında bilirsiniz ki, lotereya və qumar oyunları ilə bağlı bir çox hallar var və oğurluq halları var. Yəni bu lotereya və qumar oyunlarının oynanmasında vətəndaşların maliyyə vəsaitləri kiber cinayətkarlar tərəfindən oğurlanır. 471 fakt üzrə 2.450.403 manat. Mən düşünürəm ki, bu rəqəm və faktın özü biraz azdır. Yəni sizcə ümumiyyətlə bu hallarda vətəndaşlar daha nələrə diqqət etməlidirlər ki, oynadıkları oyunlarda kiber cinayətkarların ovuna çevrilməsinlər. Yəni maliyyə vəsaitləri talanmasın. Əslində çox yenə də bu aktual məsələdir. Bildiyiniz kimi bir çox vasitələrlə sizin bank kartlarınızın, yəni sizin deyəndə yəni ümumi vətəndaşların bank kartlarının ələ keçirilməsi ilə bağlı belə bədniyyətlərin vasitələri var. Bunu biz sizin verilişlərin birində müzakirə aparmışdıq. Misal üçün ən aktual məsələlərdən biri və ən ilkin yaranan vasitələrdən biri SMS vasitəsilə idi. Yəni SMS vasitəsilə sizə bir SMS göndərirlər. O həmən SMS vasitəsilə müəyyən link gəlir sizə, linkə daxil olursunuz. Həmən link vasitəsilə siz kart məlumatlarınızı istəyirlər və onun kart məlumatlarını sizdən əldə edirlər. Bir məsələ zəng məsələsidir. Zəng edirlər, bankın nümayəndəsi olduğunu və yaxud da hansısa bir təşkilatın nümayəndəsi olduğunu bildirirlər və onun əsasında da sizin bank kartınızın məlumatlarını istəyirlər. Yəni bu yaxınlarda da mənim bir yaxın tanışımın başına gəlmişdi. Mənə zəng eləyib ki, bəs mənə zəng eləyib deyirlər ki, bankdandır. Bəs
sizin bankınızdan müəyyən tranzaksiyalar olub, hansı ki güya yəni bilinməyən tranzaksiyalardır və bunun əsasında siz kart məlumatlarını bizə verin ki, biz onu yoxlaya bilək. O da yaxşı ki, o sizinlə bağlı olan müsahibəmizə baxıb və məlumatlanıb və izləyicimizə faydalı ola bilmişik. Bəli, təbii ki. O zəng gəldi ki, mənə ki, biz belə bir məsələ dedim ki, yəni cavab vermə, blokat və bir də elə bir suallar yarandığı halda telefonla ümumiyyətlə çalış. Yəni elə əks əlaqəyə girib hər hansı bir suallara cavab. Çünki yenə deyirəm, orada tək kart məlumatlardan yox, sizin şəxsi məlumat birinci hissədə sizin şəxsi məlumatlarınızı götürə bilər. Artıq ikinci dəfə həmin şəxsi məlumatlar bilir axı. Sizin adınızı, məsəl üçün familiyanızı və s. siz vermisiniz birinci dəfə. Yəni o artıq daha təkidlə ikinci dəfə müraciət edə bilər. Ona görə elə məsələlərdə çox ehtiyatlı olmaq lazımdır. Amma bununla da bitmir. Yəni biz keçən dəfə dedik, sosial şəbəkə vasitəsilə də bu proses baş verir. WhatsApp platforması üzərindən, veb saytlarda məsəl üçün siz deyən kimi hansısa bir mərc oyunları, tək mərc oyunları deyil. Məsəl üçün maraq yaradırlar insanda. Phishingdir də bu phishing ümumiyyətlə balıq tutmaq kimidir. Yəni qarmağa atır, uzunda bir nəsə olur. Tilov var. Bəli. Kim düşdü, düşdü. Kim düşdü, bəli. Konkret olaraq misal üçün deyir ki, çox yaxşı bu linkə daxil olun, çox yüksək maaşla işə düzələ bilərsiniz. Misal üçün. Burada yüksək qazanc var. Misal üçün linklərdən daxil ola bilərsiniz. Yəni burada misal mərc oyunudur, hansı ki yüksək nəticələr verir. Yəni siz bir mərc oyunlarında yüksək qazanc əldə edəcək vədi ilə vətəndaşları aldadırlar. Bəli. Yəni bu bir çox hallar var ki, yəni burada konkret olaraq bunun vasitəsilə vətəndaşları cəlb edirlər və bunun əsasında da həmin o vəsaitlərin ələ keçirilməsi prosesini yerinə yetirirlər. Yəni ona görə də konkret olaraq bütün bu proseslər, yəni siz nə telefonunuza nə yükləyirsiniz, hansı veb saytda daxil olursunuz, hansı linklərə daxil olursunuz. Mən bunu yəni qorxutmaq məqsədindən demirəm. Yəni bu elə görsənə bilər ki, qıraqdan da ümumiyyətlə mən internetə daxil olmayım. Çünki həqiqətən də elədir. Hər addımda təhlükə sizi gözləyir. Yəni bildiyiniz bu minalı sahə kimidir. Yəni siz düzgün yerə daxil olmadığınız təqdirdə, özü ki bu bizi nədədir? Bu necə baş verir? Bir dəfə bir yerə səhv daxil oldunuz. Oradan sizin telefonunuza, yaxud da proqramansa bir proqramı yüklədiniz. Sizin telefonunuza hər hansı bir proqram, yaxud da hansısa bir update yükləndisə, bu silsilə formada artır. Siz daha çox elə şeylə qarşılaşmağa başlayırsınız. Və bunun əsasında da sizin təhdid altına düşmə şansınız daha yüksək olur. Babək müəllim, bu kiber cinayətkarlıqda son zamanlar yayılan bir dırnaqarası deyək ki, fəaliyyətlərdən biri də özünü bank əməkdaşı kimi təqdim edən şəxslərin vətəndaşlara zəng edərək onlardan məlumat almaq cəhdləridir. Bununla bağlı vətəndaşlara nələri tövsiyə edə bilərsiniz ki, həmin kiber cinayətkarların qurbanına çevrilməsinlər? Ümumiyyətlə, belə deyim də, bu telefon zəngi ilə insanlara, yəni bu bədniyyətli, yəni bədniyyətli yanaşmanın kökündə ilkin olaraq reklam xarakterli mövzular, məsələlər durur. Nəyə görə? İlkin olaraq bildiyiniz kimi də zəng eləyib sizə hansısa bir məhsulla tanış etmək və yaxud da hansısa bir xidmət göstərmək kimi bu proses başlayıb. İndi hal-hazırda bundan da bədniyyətlər istifadə eləyir və yəni vətəndaşların etibarından sui-istifadə eləyir və bunun əsasında da həmin yəni məlumatları, şəxsi məlumatları və yaxud da ki bank məlumatlarını sizin bank məlumatlarını əldə etməyə çalışırlar. Bu yeganə bununla mübarizə üsulu ondan ibarətdir ki, ümumiyyətlə siz bank əməkdaşı adı ilə zəng gələndə çox skeptik yanaşın. Çox skeptik yanaşın. Yəni bu bank əməkdaşının sizə zəng eləyib hər hansı bir məlumatla bağlı dəqiqləşdirmə aparılmağı bu real bir şey deyil. Birbaşa aldatmaqdır. Bəli. Çünki bank əməkdaşlarının sizin belə deyək də, sizin icazə verdiyiniz məlumatlar var da, hansı ki bank sistemində sizə imzalatdırırlar ki, bu məlumatlar orada əldə olunsun və s. və axır. Bu məlumatlar onlarda var. Sizin tranzaksiyalarınız da onlarda var. Hansı əməliyyatlar baş verir onlarda da var. Və sizin, yəni konkret olaraq bank əməkdaşı sizinlə əlaqə saxladığınız zaman birincisi, yenə deyirəm, etibar eləməyin. İkincisi də ki, yəni ən yaxşı yol heç bir məlumat da verməyin. Heç adınızı da deməyin. Hansı telefonu işlətdiyiniz markanı da deməyin. Heç bir məlumat verməyin.
Yəni heç bir cinsiniz haqqında da məlumat verməyin. Yəni ümumiyyətlə heç bir məlumat vermirsiniz Bu və birbaşa deyirsiniz kiber ki, cinayətkarlıq. bəli. Birbaşa yəni bu birbaşa bədniyyətlinin yəni ola biləcəyinin yəni göstəricisidir. Göstəricisidir, bəli. Və buna deyin ki, mən gedib bank filialına yaxınlaşacağam. Yəni əgər siz konkret olaraq cavab vermək istəyirsinizsə, deyin ki, mən öz bank, heç deməyin ki, siz hansı bankda xidmət alırsınız. Çünki birinci dəfə sizin bankınızın adını öyrənəcək və ikinci dəfə zəng gələcək ki, mən sizin yəni kartınız olan bankın nümayəndəsiyəm. Yəni buna görə də heç bir məlumat verməyin. Yəni nəinki bu, yəni deyirəm, telefon vasitəsilə. Heç bir vasitələ, sosial şəbəkə vasitəsilə də, telefon vasitəsilə də, SMS vasitəsilə də heç bir formada çalışın heç vaxt heç kimə məlumat özünüz barədə, bank kartınız barədə, ailə üzvləriniz barədə, Ümumiyyətlə iş məlumat yeriniz paylaşmaq. barədə heç bir məlumat verməyin. Təşəkkür edirəm Babək müəllim. Transaksiyalarla bağlı. Azərbaycan Mərkəzi Bankı il ərzində ümumiyyətlə rəsmi statistikanı açıqlayır bu məsələlərdə. Bu sahədə olan təhlükəsizlik, yəni ümumiyyətlə vətəndaşların maliyyə vəsaitlərinin müdafiə olunması, qorunması istiqamətində nələri paylaşmaq istəyərdiniz izləyicilərimizlə? Transaksiyalarda belə. Bu məsələ yenə deyirəm, bilirsiz nətərdir? Azərbaycanda faktiki olaraq 80%-dən çox insan, vətəndaşlar belə deyim, internetə qoşulub. Yəni bu böyük göstəricidir. Bundan əlavə olaraq da tək bir vasitə ilə qoşulmayıb. Bir neçə vasitə var. Telefon, planşet, yəni dizüstü kompüter və s. Yəni bu bütün bu yəni imkan verir ki, siz rahatçılıqla onlayn mühitdə alış-veriş eləyəsiniz. Hətta indiki dövrdə yəni rahatçılıqla siz daxil olub marketdə aldığınız, yəni bazarlığınızı belə onlayn formada sifariş verib gətizdirə bilirsiniz də. Yəni bu mühitdə, belə bir mühitdə təbii təsəvvür edin ki, məsələn, ümumiyyətlə belə deyim də, siz deyən ki, Mərkəzi Bankın statistikasına əsasən təxminən 20 milyona yaxın bank kartı var Azərbaycanda. Yəni 2024-cü ilin ikinci yarısının mən bağlı hesabatdan deyirəm sizə. Bunun belə deyim də 16 milyon təxminən kart təmassız ödəniş kartlarıdır. Yəni bu ödənişi belə uzaqdan kartı yaxınlaşdırmaq nə edirsiniz? Yəni post terminal və sair vasitəsilə daxil eləmədən, post terminalı daxil eləmədən. Və bir belə deyim də ümumiyyətlə tranzaksiyaların, yenə deyirəm 2024-cü ilin ikinci yarısına əsasən təxminən nağdsız ödənişlə bağlı tranzaksiyaların, yəni bu və kart vəsaitlərlə ödənişin məbləği təxminən məbləğ deyirəm, sayı təxminən 800 milyon tranzaksiyadan söhbət gedir. Yəni təsəvvür edə bilirsiniz də, yəni bu boyda ki 800 milyon dəfə təqribən də, yəni bu onlayn formada ödənişlər olunur. Bu olsun kartla belə deyim, alış-veriş olsun, onlayn alış-veriş olsun və ümumiyyətlə bütün belə deyim də ödənişlərin təqribən 60% də nağdsız ödənişlərdir. Yəni ələ dəymədən, yəni birbaşa onlayn formada ödənişlərdir. Təbii ki, bu mühitdə kiber təhlükəsizlik hadisələrinin baş verilməsi və bədniyyətlərin bu statistikanı görərək daha çox o istiqamət üzrə inkişaf etdirmələri öz fəaliyyətini normal bir şeydir. Çünki bu yenə bayaq mən deyim ki, pandemiya dövründə bu o qədər sürətlə inkişaf etdi ki, bu rəqəmsal mühitdə olan belə də alış-veriş və bunun əsasında da yeni bir perspektiv açıldı. Pis mənada da təbii ki, bədniyyətlər üçün. Və bunun əsasında da insanların etibarından, təcrübəsizliyindən, misal üçün, ən çox bax bu onlayn mühitdə kart məlumatlarının və yaxud oğurlanması ilə bağlı olaraq ən çox təhdid altına düşən yaşlı nəsil nümayəndələrdir. Bu da məlumatsızlıqdandır. Bəli. Təbii ki. Bəli, təbii ki. Yəni və yaxud da ki, valideynin xəbəri olmadan valideynin kartından istifadə edən uşaqlardır. Çünki oyunlar var, oyunlara daxil olmaq istəyirlər, orada müəyyən nəsə bir satırlar oyunun daxilində, pul müqabilində və s. və ilaxır. Və bu hadisələr konkret olaraq nəzarət olunmadığı təqdirdə problemə gətirib çıxar. Nəzarət üçün nə etmək lazım? Məsəl üçün, sizin kartınızın ödəniş etdiyiniz zaman, onlayn formada ödəniş etdiyiniz zaman birbaşa kartdan vəsait çıxa bilir. Amma siz 2 qat
təhlükəsizlik təmini, yəni vasitəsini seçə bilərsiniz. Yəni sizin telefonunuza SMS gəlmədən sizin kartınızdan vəsait çıxmır. Yəni sizin kartınıza telefonunuza SMS gəlir və o SMS siz daxil edəndən sonra avtomatik olaraq sizin vəsaitdən kartınızdan vəsait çıxır. Bu bir. Karta limit qoymaq olar. Yəni köçürülən vəsaitlərin məbləğinə limit qoymaq olar və gündəlik sayına limit qoymaq olar və qoyulmalıdır da. Çünki heç kim sığortalanmayıb. Yəni sizin məsəl üçün hətta əsas boşluqlardan biri harda yaranır? Sizin kart məlumatları təhlükəsizlik təmin olunmayan proqram vasitələrində kart məlumatlarınızın yazılması. Hətta misal üçün bir çox adam brauzer istifadə elədiyi zaman kart məlumatlarını yazan deyir ki, yadda saxlayın, sual verir brauzer. Siz yadda saxla düyməsini sıxdığınız anda artıq brauzerin yaddaşında düşdü o. Yəni yadda saxlamağı artıq qəbul etməmək lazım. Bəli. Hər dəfə yenidən daxil etmək lazım. Hər dəfə yenidən daxil etmək lazımdır və çalışmaq lazımdır təhlükəsiz mühitdə onu daxil eləyəsiniz. Yəni sizi qıraqdan kamera çəkməsin. Və kimsə görməsin. Bəli, kimsə görməsin, qıraqdan kamera çəkməsin və təhlükəsiz şəbəkə mühitində olasınız. Yəni misal üçün açıq pulsuz Wi-Fi şəbəkələrdən və s. istifadə etdiyiniz mühitdə olmayasınız. Çünki aeroportlarda, kafelərdə, böyük ticarət parklarda, mərkəzlərində, ticarət mərkəzlərində bədniyyətlər oturur, Wi-Fi açır, pulsuz Wi-Fi və siz o pulsuz Wi-Fi görürsüz, daxil olursunuz. Bir çox da elə adlar elə qoyulur ki, yəni oturduğunuz yerin adına uyğun olaraq və s. və yaxud da sadə olaraq yazır ki, free, yəni pulsuz. Daxil olursunuz və siz orada elədiyiniz bütün əməliyyatlar man in the middle deyilən hücum növü var. Yəni ortada adam. Siz nə müraciət edirsinizsə, birinci bu bədniyyəti görür, sonra gedir müraciət olunan yerə. Və bunun əsasında da həmən bu bütün aparılan əməliyyatlar hamısı onun tərəfindən, bədniyyət tərəfindən qeydə alınır və sonra sizin məlumatları orada asanlıqla sizin şəxsi məlumatlarınızdır, hesablarınızdır, bank kartınız və s. digər məlumatları oradan asanlıqla götürüb və bədniyyətli məqsədlər üçün istifadə edə bilər. Və bununla bağlı da məsələ odur ki, sizin bədniyyətli kartınızı götürdü, o demək deyil ki, o götürən kimi istifadə edəcək onu. Elə deyil. Misal üçün, keçən dəfə verilişlərinizdə biz danışdıq. Qaranlıq şəbəkə deyilən yer var. Qaranlıq şəbəkədə misal üçün çoxlu sayda kartlar satılır. Yəni oğurlanmış kartlar, kart məlumatları da belə deyim. Yəni orada CVV koddur, onun bank deməli kartın nömrəsidir, onun tarixidir və belə deyək sahib olan şəxsin ad familiyasıdır ki, o asanlıqla onlayn ticarət zamanı istifadə edə bilsinlər. Və misal üçün müxtəlif bir çox məlumat qarşıma çıxdı. Müxtəlif mənbələrdən müxtəlif çox belə bir-birindən fərqli məlumatlar çıxdı. Bəzi mənbədə misal üçün deyirlər ki, qaranlıq şəbəkədə 13.000 Azərbaycan vətəndaşın kartı var. Bəzi insan deyirlər 15.000. Bəzi mənbədə deyirlər 70.000. Yəni təsəvvür edirsiniz, bu boyda vətəndaşın kartı artıq oğurlanıb və satış üçün qaranlıq şəbəkədə yerləşdirilib ki, və bunu da kimsə götürüb bədniyyətli məqsədlər üçün istifadə edə bilər. Çox təşəkkür edirəm Babək müəllim, studiyamıza gəldiyiniz üçün və bu günümüzün ən aktual mövzularından biri olan kiber təhlükəsizlik və kiber cinayətkarlıqla bağlı vətəndaşların məlumatlandırdığınız üçün, onlara faydalı ola biləcək yenilikləri çatdırdığınız üçün sizə minnətdarlığımı bildirirəm. Mən təşəkkür edirəm, çox sağ olun. Beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Biz bugün kiber təhlükəsizlik və kiber cinayətkarlıqla bağlı vətəndaşları narahat edən bir çox məsələlərlə bağlı studiyamızın qonağı İnformasiya Texnologiyaları İnstitutunun Astansnet şəbəkə idarəetmə mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyevlə birlikdə cavab axtardıq. Sağ olun, sağlıqla qalın.